da davam edir. Ölkədə rüşvətxorluq, korrupsiya, monopoliyalar qalır və hətta daha da güclənir. Elə bil ki, təmərküzləşmə gedir. Hamısı bir əldə toplaşması gedir bütün bu imkanların. Ölkədə işsizlik, maaşların az olması, pensiyaların aşağı olması, müavinətlərin aşağı olması və kəsilməsi, digər məsələlər var ki, xalqın həyat səviyyəsini getişən daha da ağırlaşdırır. İndi mən başa düşürəm, hakimiyyət deyir ki, Qarabağda köklü yenidən qurma bir mərhələsi gedir. Bəli, gedir. Dağıdılıbdır ölkəmizin bir çox şəhərləri, kəndləri. Onlar bərpa olunmalıdır, yollar çəkilməlidir, kommunikasiyalar, infrastruktur yenidən qurulmalıdır, orduya xərcləri və s. var. Amma axı bu daimi bir prosesdir. Yəni 44 günlük savaşa qədər deyirdilər ki, bizim Qarabağ dərdimiz var, ona görə də bu məsələlərdə, dolanış məsələlərində biraz diqqətli davranın, çox tələbkar davranmayın. İndi də deyirlər ki, bu xərclər var, ona görə də bu dövlətin, hakimiyyətin vəziyyətini başa düşməlidir. Xalq bunu başa düşür. Xalq 44 günlük savaşda da hər cür fədakarlıq göstərdi, qəhrəmanlıq göstərdi, heç bir şey tələb etmədən. Əsasən də indi mən bu mövzuda danışmağı xoşlamıram, çox təəssüf ki, bu gerçəklik ki, əsasən vuruşanlar, döyüşənlər xalqın kasıb təbəqəsinin, imkansız təbəqəsinin övladları idilər. Allah onların canını sağ eləsin qalanlarının, qazilərə şəfa versin və şəhidlərimizin də ruhu şad olsun. Xalqımız bu fədakarlığı göstərdi və bunun qarşılığında hakimiyyətdən də müəyyən addımlar olmalıdır. Hakimiyyət artıq qalib xalqla münasibətini dəyişməlidir. Ölkədə bu korrupsiya, rüşvətxorluğa, oğurluğa son qoyulmalıdır. İnsanların həyat səviyyəsinin yüksəldilməsi üçün addımlar atılmalıdır. Və indi bunlar deyirlər ki, güya başqa imkanlar yoxdur. Elə mütləq xalqın cibinə girməlidirlər bu problemləri həll etmək üçün. Bəs neftin, qazın qiyməti yüksəlir dünyada. Neftin, qazın qiyməti aşağı düşəndə də hakimiyyət Azərbaycanda işığın, enerjinin qiymətlərini artırırdı. Neftin, qazın qiyməti yüksələndə də yenə də eyni addımları atırlar. Bəs bu neftdən gələn, qazdan gələn gəlirlərin artması niyə nəzərə alınmır? Bəs bu korrupsiya əməli ilə toplaşmış milyardlar niyə bu proseslərə cəlb olunmur? Heç olmasa iş yerlər açsınlar, insanların işləməsinə, babat maaş almasına imkan yaratsınlar. Yəni, bunlar hamısı mümkündür. Əgər hətta və hətta deyirəm, bunu etmək istəmirlərsə iqtisadi azadlıqlar versinlər. İmkan versinlər ki, insanlar özləri öz problemlərini həll etsin. Buna da imkan verilmir axı. Bütün böyük sahələr yox, ən kiçik biznes sahələri də monopoliya alınıb, hakimiyyətdəki ayrı məmurların nəzarətinə götürülüb və ona görə də insanlar dolanışıq üçün çox böyük əziyyət çəkirlər, çətinlik çəkirlər. Və indiki bu qiymət artımı da çox ciddi zərbədir cəmiyyətimizin, insanlarımızın həyat səviyyəsinə.